ziyalı bir insandır. İndi ise söz verək bir çox xalqımıza böyük xidmətlər göstərən bir insana. Yəni son zamanlar Azərbaycan deməli dövlət rəqs ansambli elə yüksək səviyyə qalxır ki, o biz deyirik Anadolu Ateşi, Türk ansambli var, artıq siz üstələmişsiniz var. Yəni indi söz verək bu Müslüm Ağamayev'la Akademik Filarmoniyasının Azərbaycan Dövlət Rəqsi Ansamblı rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, rəqqas, xoreograf Rüfət Xəlilzadə. Mən ilk növdə hamı salamlayıram, böyüklərdən üzr istəyirəm, söz etdiyim sizə salamlayıram. Bugün həqiqətən mən deyərdim ki, sözün həqiqi mənasında bir bayram. Çünki elə bir kitab yəni hər şey bugün bizim əlimizdədir ki, bu gələcək nəsillər üçün də bir subutdur, bir isnad yeridir, mənbə yeridir. Çünki bilirsiniz ki, rəqs sahəsində yazılmış kitabların sayı olduqca azdır və mən xüsusən istəyərdim bunu ki, bizim ustadımız, böyük sənətkarımız Rauf bəyə minnətdaram xalqımızın adından, öz adından, rəqqasların, xoreografların adından ki, bu işdə böyük işlər mənə hədiyyə etdiyi Azərbaycan xalq rəqsləri 453 sayda olan xalq rəqsləri. İnanın ki, biz öz sənətimizlə əlaqədar bir çox ayrı səfərlərdə oluruq və Qafqazda olan müziklər olsun, Şimali Qafqazda olan insanlar bizim musiqini mənimsiyirlər, oğrayırlar və bu bizim üçün bir faktdır ki, bunlar bizim musiqilər və inanın ki, bizim hörmətli xalq artistimiz ayağa qalxıb rəqs edəndə biz bir daha bizim musiqinin necə sehrə malik olduğunu görürük. Həqiqətən bu musiqi bir sehr, bu bir Allahın verdiyi bir neymətdir, möcüzədir və bunu yaşadanlar var olsun. Rəqs, mən deyərdim ki, bizim mədəniyyətimizin ən strateji yerlərindən biridir, bəlkə də birincisidir. Çünki rəqs yeganə bir sahədir ki, bizim milli musiqimizi, rəqsimizi, milli geyimlərimizi, folklorumuzu, adətimizi bir yerə cəm edən bir sənətdir. Və rəqsi qoruduqca biz milli kimliyimizi qoruyuruq. Əbəs yerə görür ki, mənfur qonşularımız bizim rəqslərimizə, milli musiqimizə gözləri tikir. Ancaq bizim ata yolumuz olan Dağlıq Qarabağla söhbət etmiyoruz. Həmçin bizim musiqimizə də ondan yerləmək istəyirlər. Belə şəxsiyyətlər ki, bu musiqiləri bir yerə cəm edirlər, yaşadıqlar. Nə xoş bizə ki, bizim aramızda Rauf bəy kimi insanlar var. Mən bütün xoreograflar bir daha üzümü tutub, ayağı musiqilərdən uzaq olmaq lazım. Bir xalqın ki, 453 rəqs havası olur. Mən Rauf bəyə sual verdim ki, bu bizim rəqslərimizin tam cəmidir, dedi ki, 15-20%. Bir xalqın ki, bu zənginlikdə musiqisi ola, mənə elə gəlir ki, düzdür, yenilik mütləq lazımdır, yeni musiqilər mütləq bəstələmək lazımdır, izad etmək lazımdır. O yeni musiqi də milli kök üzərində. Çünki bizim Rəfail bəy çox gözəl dedi ki, bizim oturuşmuş öz musiqimiz var. Biz rəqslərimiz də onun üzərində, yəni yenilik çox gözəl bir şeydir. Zamanda Üzeyir bəy də bütün sənət adamlarımız yeniliyə əl atıblar. Amma o yenilik əgər milli ruh üzərində, milli kök üzərində deyilsə, əksinə bu xəyanətdir, çünki musiqimizi, rəqsimizi dəyişmək olmaz. Biz bu mesajı bizdən sonra gələn nəsillərə çatdırsa, o əgər nə xoş bizə. Mən bir daha sizi təbrik edirəm, çox sağ olun, var olun ki, belə bir kitabı həsəl getirmişsiniz və bizləri də dəvət edəmişsiniz. Biz rəqs ansamblında bir neçə üstadımızın, Əli Rəhəmin musiqisindən istifadə etmişik. Çobanlar rəqsindən istifadə etmişik. Çobanın arasından istifadə etmişik və mən söz verirəm ki, bundan sonra bu kitabdan istifadə edəcəyik və bizim səhnəmizdə Azərbaycan xalq xoreografiyasında bu rəqslər, bu musiqilər yaşayacaq. Var olun, bir daha böyüklərdən üzr istəyirəm söz dediyim üçün, var olsun. Çox sağ olun.